Salam əziz izləyicilər, əziz məntiq sevərlər. Bugün mən sizlərlə Leqisi 12-nin riyazi məntiq hissəsini izahını paylaşacağım. Birinci sualımızla başlayaq. Birinci sualımızda deyir ki, verilən bölmə əməlində üçbucaq və ulduz hər biri bir rəqəmdir. Bu ifadəyə əsasən bunların cəmini bizdən soruşur. Biz ilk öncə qalığın 0 olmasına əsasən deyə bilərik ki, bizə verilən ədəd 25-ə tam bölünür. Və 25-ə tam bölünməsi üçün biz sonunu 5 götürə bilərik. Yəni üçbucaq biz bilirik ki, avtomatik olaraq 5 olacaq. Üçbucaq bərabərdir 5-dir. Və ilk öncə 25 2 rəqəmlidirsə, 77-nin içərisinə 25-ə baxırıq. 77-nin içərisinə 25 2 dəfə olduğuna görə bizim ulduzumuz da olacaq 2 və bunların cəmi bizə verəcək 7-ni. İkinci sualda şahmat yarışında finala 5 oyuncu çıxdı. Onların hər biri digərləri ilə bir görüş keçirməlidir. Ümumiyyətlə salamlaşma, görüşmə hissələrində belə bir düsturumuz var. Bu düsturu biz PDF hissəsində yazmışıq. N vurulsun, N vuraq, N-1 bölə 2 düsturundan istifadə edirik. Yəni 5 vurulsun, 5-1 4 bölə 2. Burada cavabımız eləyəcək 10 B variantı. Yəni bu 2 ilə bu 4 gedəcək, eləyəcək cavabımız 10. Elsəvər Vəliyevin 4-cü 5-ci sinif kitabının izah qrupu var bizdə. Hansı ki, həm PDF izahlarımız yazılı formada, həm video izahlarımız həmin qrupa atılır. Qrupun ödənişi sadəcə 5 manatdır. Qatılmaq istəyən aşağıda qeyd etdiyimiz əlaqə vasitələrindən bizdən əlaqə saxlaya bilərlər. Üçüncü sualımızda deyir ki, 2 sinifdə cəmi 46 şagird var. Birinci sinifə 2, ikinci sinifə 4 yeni şagird gəldikdə hər iki sinifdə şagirdlərin sayı bərabər olur. Müvafiq olaraq başlanğıcda ikinci sinifdə neçə şagird var idi. İlk öncə biz bunu necə tapırıq? Deməli, iki sinifdə 46 şagird varsa, mən bu sinifi, deməli, birinci sinif, ikinci sinif, düzdürmü? Birinci sinifdə ilkin olaraq 24 götürürəm. Cavabların arasında yoxlaya bilərik. İkinci sinifdə 22 götürürəm. Məsələn, birinci sinifə 2 nəfər, ikinci sinifə 4 nəfər gəlsə və bu say bərabər olsa, həqiqətən də doğrudur. Variantlarla işləmək daha rahatıdır. İkinci sinifdə başlanğıcda neçə şagird var idi? 22 ilə başladıq və variantımız düz oldu. Bu tip suallarda tənlik qurmaqdan daha rahat üsul variantla misalımızı həll eləməkdir. Onda da variantımız olacaq A variantı. Dördüncü sual. Aşağıdakı ədədlərdən hansı 3 ardıcıl tək ədədin cəmi ola bilməz? Deməli, 3 ardıcıl tək ədədin cəmi ola bilməz deyirsə, yadınızda saxlayın ki, 3 ardıcıl tək ədədin cəmi cüt ədəd ola bilməz. Yəni, burada cavabımız C variantı olacaq. 5-ci sual. 4 ardıcıl natural ədəd fikrimdə tutduğum ədəd. 4 ardıcıl natural ədədlə fikrimdə tutduğum ədədin cəmi 103-dür. Fikrimdə tutduğum 2 rəqəmli ədəd ən az neçə ola bilər? Ən az deyir. Deməli, mən ardıcıl natural ədəd deyirsə, ilk öncə 103-ü neçə bölürəm? 4-ə bölürəm. Düşəcək burada 24. Düzdürmü? 24. Yəni 1-dən 20-dən 24-ə qədər ədədləri yazıram. 22, 23, 24 plus x bərabərdir 103-ə. 103-ə. Burada cəm eləyəcək 90 plus x bərabərdir 103-ə. X da bərabərdir 13-ə. Deməli, mənim fikrimdə tutduğum ən az cəm 13 olacaq. Aydındırmı? Bu şəkildə yaza bilərik. 6-cı sualda ifadələrimizi tapırıq. Deməli, ifadələrimizi tapanda biz burada ilk öncə baxırıq nəyə? Bu ifadəyə əsasən 16, bu ifadə biz bilirik ki 8-dir. 2 dairə içərisində xətt olan 16-ya bərabərdir. 16-yı da 2-yə böləndə 8 düşəcək. Bu 8-dirsə, üçbucaq olacaq 20. Elə bu ifadə 8-ə bərabərdir. Üçbucaq olacaq 20.
8 ise bu ifadə x olan hissəsi olacaq 7. Və bizdən nə soruşur? 3 bucaqla 8-i toplayırsan 28 çıxaq 7 eləyəcək 21 C variantı. 7-ci sualda deyir, Xədicə imtahanda hər 3 sualdan sadəcə ikisinə doğru cavab vermişdir. Xədicənin bütün sualları cavablandırdığı məlumdur. 18 suala doğru cavab verdiyinə görə o neçə suala səhv cavab vermiş olar. Deməli, hər iki düz sualda bir səhv var. Deməli, 18 doğru cavabdadırsa, hər 3 sualdan ikisinə doğrudur, birinə səhvdir. 18 sual doğru cavablayıbsa, 18-i bölürəm 2-yə bərabərdir. 9 səhvi olmuş olacaq. Nəyə görə? Çünki 2 sualda bir səhvi varsa 18-i 2-yə bölürəm. 9 da nədir? Və 9-u da 1-ə vururam, eləyəcək 9. Ona görə də 18 dənə doğru cavabda 9 dənə yanlış cavabı var. 8-ci sualda. Hər birinin rəqəmləri cəmi 19 olan ən böyük 4 rəqəmli ədədlə ən kiçik 4 rəqəmli ədədin cəmini tapın. Hər birinin rəqəmləri cəmi. Deməli, rəqəmləri cəmi ən böyük hissəsinə yazıram. 9, 9, 1, 0, 19 olan. Ən kiçik isə bunların yerini dəyişən 1, 0, 9, 9'dur. Və bunların cəmini tapın deyir. 9, 0, 1 yadda, 0, 1 yadda, 10, 11. 11, 0, 0, 9 C variantı olacaq. 9-cu sual. Ayaqqabı ustası hər gün 24 ayaqqabı, köməkçisi isə 16 ayaqqabı tikir. Onlar birlikdə 360 ayaqqabı tikirsə, usta şagirdindən neçə ayaqqabı çox tikmiş olar? 24 x üstə gələk 16 x bərabərdir 360-a. Bunların cəmi eləyəcək 40 x bərabərdir 360-a, x bərabərdir 9-a. X 9-a bərabərdirsə, biz bunu nə edirik? İlk öncə 24'ü vururam 9'a. 24'ü 9'a vuranda cevabımız alınacaq nə? 24'ü 9'a vuraq indi biz. Deməli, 24'ü 9'a vuranda 36, 3 yadda, 18, 21. Eləyəcək 216. İndi 16'nı vururam 9'a bərabərdir. 16'yı 9'a vuranda 54, 5 yadda, 144. 144 və bunlar arasındakı fərqi soruşur bizdən. Deməli, nə edirik biz buradan? 216'dan çıxıram 144'ü. 2, 7. Eləyəcək burada da cavabımız 72 D variantı. Yəni bunların bir-birindən fərqi 72 eləyəcək. Sonra 10-cu sual. Kinoteatr zalında 16 sıra və hər sırada 12 yer var. Bu əvvəlki halıdır. Düzdürmü? İndi əvvəlkini tapaq. 16 sıra və hər sırada 12 yer varsa 16'yı vururam 12'yə. Bərabər. 16'yı 12'yə vuraq ilk öncə. 16'yı 12'yə vuraq. 12 bir yadda 32, 6, 1. 2, 9, 192 eləyəcək. Düzdürmü? Əvvəlki yeri 192'dir. Və deyir zarın quruluşunda dəyişiklik edildikdən sonra sıraların sayı 2 vahid azaldı. Yəni indiki halını deyirəm. İndiki sıraların sayı 2 vahid azaldısa 14 oldu. Və hər sıradakı yerlərin sayı 4 vahid artdısa vurduq 16'ya. Düzdürmü? 12 idi, 4 vahid artdı, 16 oldu. İndi 14'ü 16'ya vuraq. 4 dəfə 6, 24, 2 yadda. 6 dəfə 1, 6, 84, 4, 1. Eləyəcək 4, 2, 224. Və bizdən soruşur ki, zalda neçə yer çoxaldı? 224'dən çıxıram 192. Eləyəcək 2, 3. 32. Zalda 32 yer çoxalmış olacaq. Hər birinə müxtəlif sayda olmaqla 255 qələmi ən çox neçə nəfərə paylamaq olar? Uşaqlar, bu tip misallarda 255 nəfərimiz, yəni ümumiyyətlə biz misalları çox işlədikcə, qaydaları çox işlədikcə biləcəyik ki, neçə rəqəmi hansı rəqəmə qədər toplasaq, bizim rəqəmlərimiz cəmi 255'ə bərabər. Biz bilirik ki, 1-dən 10'a qədər rəqəmlərimizin cəmi 55'ə bərabərdir. 55'ə bərabərdirsə, indi 1-dən, məsələn, 11'dən 20'yə qədər olan ədədlərimiz
daha doğrusu 20'ye qədər olan ədədlərimiz 19-a yazaq. Çünki 20 rahat deyil. 19-a qədər olan ədədlərimiz 1-dən 9-a qədər ədədlərimiz 1-dən 9-a qədər ədədlərimiz 45-dirsə, 11-dən 19-a qədər də 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 9 dənədirsə, 90 üzərinə 45 gəlirəm, eləyəcək 135. 135 rəqəm var. Yəni bu şəkildə hesablayırıq və cəmləyirik. Biz onda tapacağıq ki, 23-ə qədər ədədlərin cəmi bizə 255 ədədini verəcək. 12-ci sual. 2-yə bölünəndə 2 rəqəmli, 2-yə vuranda isə 3 rəqəmli olan neçə cüt ədəd var? Deməli, 2-yə böləndə bütün cüt ədədlər, baxın bu şəkildə yazırıq. 50-dən 198-ə qədər bütün cüt ədədlər 2-yə böləndə 2 rəqəmli, 2-yə vuranda isə 3 rəqəmli ədəd olur. Ən böyüyü 198-dir, ən kiçiyi 50-dir. Və bunları bir-birindən çıxırıq, bölürük 2-yə, üstə gəlirik 1-i. Nəyə görə? Çünki 50-dən aşağı 2 rəqəmli, 50-dən aşağı 2 rəqəm 2-yə vuranda 3 rəqəmli eləmir. Nə də ki 198-dən yuxarını 2-yə böləndə 2 rəqəmli eləmir. Sonra burada cavabını hesablayası olsaq 198-dən 50 çıxıram 148, 148-i 2-yə bölürəm 74, üstə 1 gəlirəm 75, B variantı eləyəcək. 13-cü sualda deyir bir taxta parçasını 2 hissəyə bölmək üçün Dülgərə 8 dəqiqə vaxt lazımdır. O bu taxta parçasını 9 hissəyə bölmək üçün neçə dəqiqə vaxt sərf edər? 2 hissəyə 8 dəqiqəyə bölürsə, 1 hissəyə 4 dəqiqəyə bölür. Düzdürmü? Və 9 hissəyə bölmək üçün də 9-u vururam 4-ə. Eləyəcək 36 dəqiqə vaxt sərf eləyəcək. Sonra 14-cü sual. Əli 7 ağ rəngli kubu bir sıraya düzüb tərəf-tərəfə yapışdırmaqla kuboid düzəltdi. O alınmış kuboidin bütün üzvlərini mavi boya ilə rənglədi. Əli kubları yenidən ayırsa, kubların cəmi neçə üzü rənglənmiş olar? Deməli, burada yan-yana birləşdiyindən bu iki ucundakı kublar da açıqdır. Yəni, hər iki tərəfi, 5 tərəfi də rənglənəcək. Belə çəkək. 3, 4, 5, 6, 7. Düzdürmü? Deməli, bu hər iki tərəfin 1, 2, 3, 4, bir də arxa tərəf 5 tərəfi boyanacaq. Bu sonuncunda 5 tərəfi boyanacaq. Sonra 2 ucundakı 4 tərəf boyanır. Ətraf bu şəkildə biz bunu necə eləyirik? Deməli, ikinci şəkildə yan-yana birləşdiyinə görə 4 üzü var. 4 üzlər boyanacaq. 5, 5, 10. 1, 2, 3, 4, 5. 5 dənədir. Vuraq. 4 dəfə 5 də 20 eləyəcək. Bunları da toplasaq, cəmi 30 üzü eləmiş olacaq. Yəni, bu da bizim D variantımızdır. Yəni, bu şəkildə izah edeyim. 7 dənə kubdur. Birinci hissənin 5 tərəf. Kubun neçə üzü var? 6 üzü var. Birinci hissənin yan tərəfi, sağ tərəfi digər kublara birləşik olduğuna görə tək olaraq rənglənmir. Sonuncu kubun da sol tərəfi digər kublara bitişik olduğuna görə rənglənmir. Amma yerdə qalan hər iki tərəfi qapalı olduğuna görə sadəcə 4 tərəfi rənglənir və 5 dənə 4 tərəfi rənglənən kubumuz var. 5-i vururam 4-ə 20. Son 2 tərəfində 10-u da üstünə gəlirəm. Eləyəcək 30 dənə hissə üz rənglənmiş olaraq yazılacaqdır. 15-ci və sonuncu sualımız deyir ki, ardıcıl 4 cüt ədədin cəmi 148 olarsa, bu ədədlərin arasında yerləşən tək ədədlərin cəmini tapın. Ardıcıl 4 cüt ədədin 2n, 2n plus 2, 2n plus 4, 2n plus 6. Bu ədədlərin cəmi deyir 148 olarsa, ümumiləşdirsə 2, 4, 6, 8 olacaq 8n plus 6, 12 bərabərdir 148-dirsə, 8n bərabərdir 148-dən 12 çıxanda 136-ya, n də bərabərdir 1, 17-yə. n 17-dirsə, mən ədədlərimi tapmaq üçün 34, belə yazaq, 34, 36, 38 və
40 ədədləri arasında deyir, mən tək ədədləri toplamalıyam. 34-dən sonra gəlir 35, sonra gəlir 37, sonra gəlir 30, 35, 37 və 39. Bu ədədləri toplayanda 90, 12, 21 eləyəcək 111 D variantı. Yəni bu şəkildə biz misallarımızı rahat bir şəkildə yaza bilərik. 12-ci lise qəbul sınavının 12-cisini də paylaşdığımıza görə 12-ci bitdi və 13-cü sualımızda 13-cü LGS-imizdə inşallah ki görüşərik. Qrupumuza qatılmaq istəyənlər aşağıda qeyd edəcəyim əlaqə vasitələrlə bizlə əlaqə saxlaya bilərlər. İzlədiyinizə görə təşəkkürlər. Hər birinizə uğurlar.